Salam, hörmətli tamaşaçılar. Elm TV-nin növbəti buraxılışında sizləri xoş gördük. Bugünkü qonağımız AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadədir. İlham müəllim, xoş gəlmisiniz. İlk sualımız elə bundan ibarətdir ki, müasir dövrdə siz fəlsəfənin cəmiyyət üçün, xüsusilə bizim cəmiyyətimiz üçün hansı əhəmiyyətini görürsünüz? Bir şey desəm ki, fəlsəfə çox lazımdır. Həm elmin inkişafına, həm siyasi məqamları dərk etmək üçün, həm insanın öz həyatını başa düşmək üçün aydındır ki, vacibdir. Bir mənalı vacibdir. Başqa məsələdir ki, konkret fəlsəfə lazımdırmı? Söhbət ondan gedir ki, fəlsəfə tətbiqi problemlərlə məşğul olmalıdır və ona görə lazımdır. Amma olur ki, fəlsəfə biraz real həyatı itirə bilər. Onda necələr tətbiqi problemlərdən yan keçir. Onda da bəzi insanlar fikirləşə bilərlər ki, nəyə lazımdır fəlsəfə. Və bir vacib məqamı deyim. Fəlsəfə həyatın dərki ilə məşğuldur və bu yolda aydındır ki, insana lazımdır, vacibdir. Azərbaycan fəlsəfi fikri dünya fəlsəfi fikir tarixində hansı məqamdadır? Sual, bilirsiniz, daha çətindir sual. Niyə? Ona görə ki, böyük bir dövr hesab olunurdu ki, fəlsəfə dünyavi bir elmdir, universal problemlərlə məşğuldur. Və belə çıxırdı ki, hamı neylə məşğuldurlar, biz də onunla məşğul olmalıyıq. Belə fikir kifayət qədər çox vaxt ömür sürmüşdü fəlsəfədə. Amma indi aydın olur ki, Azərbaycan fəlsəfəsinin öz baxışı olmalıdır, öz nöqtəsi olmalıdır, öz diqqəti olmalıdır. Bu diqqət həm metodoloji sahədə olmalıdır, həm elmin fəlsəfəsi, həm süni intellekt fəlsəfəsi, həm ideoloji işlərdə öz baxışı olmalıdır. Bu baxışı, onun baxışı, faktiki olaraq Azərbaycan fəlsəfəsinin dünya fəlsəfəsində yerini müəyyənləşdirir. Hamı eyni fəlsəfələr olsa, aydındır ki, itirlər. Onların rəngbərrəngliyi itir. Belə çıxır ki, Azərbaycan fəlsəfəsinin öz baxışı olanda, o necə deyirlər, lazım olur dünya fəlsəfəsində, öz yerini tutur. Misal üçün, bir məqamı qeyd edim. Bizim Azərbaycan cəmiyyətində ideoloji problemlər, identiklik problemlər indi vacib problemlərdən biridir. İdentikliyin fəlsəfəsi. Bu, hamını maraqlandırmır, mən sizə deyim. Kifayət qədər dövr, mən başqa alimlərlə, filosoflarla görüşlərimdə əvvəlcə fikirləşirdilər ki, bu identiklik fəlsəfəsi nə deməkdir? Onlar daha çox identikliyin sosioloji baxışlarını müəyyənləşdirirdi. Amma Azərbaycan fəlsəfəsində bu aydındır ki, fəlsəfə ön plana çıxır identikliyi baxışında. Bu demək deyil ki, sosiologiya lazım deyil, onun öz yeri var. Amma Azərbaycanda identikliyin fəlsəfəsi, milli ideyanın fəlsəfəsi ən maraqlanan problemlərdən biridir. Və onunla da dünyada onun lazımlığı var. Və ikinci məqamı, süni intellekt fəlsəfəsi. Süni intellekt indi ən maraqlı, lazımlı işlərdən biridir. Amma hər yerdə süni intellektin fəlsəfəsi ilə məşğul olan adamlar azdır. Lap azdır filosoflar. Amma Azərbaycanda bu konkret yanaşma çox vacib yer tutub. Və mən sizə deyim, dünyada da, dünya deyəndə bu çox belə geniş anlayışdır. Bəzi dünya universitetlərində yaxşı bilirlər ki, Azərbaycanda bu məsələlərlə məşğul oluruq. Bu deməkdir ki, bizim fəlsəfənin incəlikliyi burada da var. Və üçüncü məqam, fəlsəfə tarixi. Azərbaycan fəlsəfə tarixi öz yerini tutur dünyada və dünya filosofları da maraqlanırlar. Azərbaycan fəlsəfə tarixində hansı yanaşmalar var? Bugünkü baxış, dünənki və sabahki günə necə olmalıdır? Bu üç məqam mən biləni Azərbaycan fəlsəfəsinin spesifikliyini ön plana qoyur və bununla da dünya fəlsəfəsində öz yerini saxlayır. İlham müəllim, siz milli identiklik fəlsəfəsi dediniz, onu mən qloballaşma ilə bir qarşılaşdırardım. Bildiyiniz kimi qloballaşma ümumiyyətlə milli identiklik fəlsəfəsini qəbul etmir.
ümumiyyətlə dəyərlərə qarşıdır. Maraqlıdır ki, Azərbaycan, məsələn, biz Şeyx Cəmaləddin Əfqanidən danışanda onun milli vəhdət fəlsəfəsinin əsəri var, bilirsiniz. O milli identiklik fəlsəfəsi prizmasından yanaşırdı. İndi bizim müasir dövrdə Azərbaycan fəlsəfə elmi qloballaşmanın o aşıladığı dəyərlərə qarşı hansısa bir fikir axını irəli sürürmü? Ümumiyyətlə, tezislər verə bilirmi? Bilirsiniz, qloballaşma prosesi iqtisadi həyatda böyük yer tutub. Bu aydındır. Və aydındır ki, bu iqtisadiyyata da bir tərəfdən yeni baxışlar gətirir, həm də yeni çağırışlar gətirir, həm də təhdidlər gətirir. Və ona cavab verərkən Azərbaycan misal üçün iqtisadiyyatı çox dəqiq görməlidir ki, təsirlər nədir, neyi dəf etmək lazımdır, neyi qəbul etmək lazımdır və öz yanaşmamızı harda qoymalıyıq. Və həmçinin qloballaşma fəlsəfəyə də çağırışlar gətirir. Bu nə deməkdir? Misal üçün, fəlsəfə rəqəmsallaşma ilə məşğul olmalıdır. Fəlsəfə iqtisadiyyatla məşğul olmalıdır. Fəlsəfə nə ilənsə məşğuldur. O dünyadan gələn çağırışlardır bizə. Amma cavabımız dəqiq qlobal olmur. Azərbaycanın qloballaşmaya cavabıdır. Bu deməkdir ki, Azərbaycanda qloballaşma dövründə milli identiklik niyə lazımdır? Ona görə ki, identikliyə çağırışlar gəlir, təhdidlər gəlir. Biz özümüzü necə saxlamalıyıq? Bu elə yüngül məsələ deyil. Məsələn, bəziləri hesab edirlər ki, cavabımız ümumtürk cavabı olmalıdır. Bu bir yanaşmadır. Amma başqaları hesab edə bilər ki, suverenlik ön planda olmalıdır. Türk identikliyi isə bu yalnız suverenlikdən gələn ikinci, üçüncü məqamdır. Bu yanaşma onu göstərir ki, qloballaşmanın çağrışmalarına fərqli cavablar olmalıdır. Yaxud din, İslam dinidir. Qloballaşmaya müəyyən cavab verir. Bu da üçüncü yanaşmadır. Azərbaycan İslam dünyasının bir parçasıdır, mədəni parçasıdır. Bu nə deməkdir? Bu deməkdir ki, bu baxış da müəyyən mənada ola bilər. Bu deməkdir ki, üç baxış bizim identikliyimizi təşkil edən cavablardır. Demirəm ki, o daha rəngbərəng, daha fərqli də ola bilər bu cavablar. Qloballaşma hamıya cavab verir və bu cavablara cavab, yaxud toqquşmalara, təhdidlərə cavab bizim olmağımız deməkdir, sabah, gələcəkdə. Və cavab dəqiq olmalıdır. Ona görə ki, yanlış fikri söykənsək, bu bizə kifayət qədər sonradan problemlər yarada bilər. Siz süni intellekt və texnologiyalara eyham vurdunuz. Ümumiyyətlə, bugün onun dövründə yaşayırıq. Süni intellekt və texnologiyalar arasında, yəni bu iki tandemin arasında fəlsəfə elmi o balansı necə qorumalıdır? Bu cavabın iki tərəfi ola bilər. Birinci cavab etika, süni intellektin etikası. Bu nə deməkdir? Təhlükələr bizim mənəviyyatımıza süni intellektdən var ya yoxdur? Aydındır ki, var. Və fikirləşmək və axtarmaq lazımdır ki, nə edək ki, bir tərəfdən süni intellektin imkanlarından istifadə edək, o bir tərəfdən ki, bizim uşaqlarımıza, cavanlarımıza, necə deyirlər, problemlər yaratmasın. Bu öz axtarışdır. Bunu kifayət qədər Rusiyada, ABŞ-da və başqa ölkələrdə də baxışlar gedir və biz, necə deyirlər, öz baxışımızı qoya bilərik, həm məsləhətləşə bilərik ki, siz necə elədiniz, biz beləyik və s. Amma həm də bizdə unikallıq və spesifik bizim fəlsəfəmizin hardadır. Biz hesab edirik ki, süni intellektin fəlsəfəsini işləmək də lazımdır. Bu deməkdir ki, təhdidlər süni intellektdən yox, bizim yanaşmamızdan ona gəlir. Bu deməkdir ki, süni intellekt fəlsəfəsi bizim intellektimizi araşdırır, dəqiqləşdirir. Biz müqayisə edirik və çalışırıq özümüzü yaxşı dərk edək süni intellektin köməyi ilə. Bilirsiniz, süni intellekt bu rəqəmsal bir yanaşmadır. İnsan da tarixində olub ki, o hesab edib ki, hər şey rəqəmlərdən asılıdır. Rəqəmlər dəqiqdir. Rəqəmlərə söykənmək düzdür. Reallıqda isə rəqəmlərin düzgün olması bu hələ demək deyil ki, rəqəmlər, riyaziyyat, hər şey həll edir. Bu deməkdir ki, onun yanaşması
bizim şuurumuzun yanaşması ile eyni değil. Şuur yalnız riyaziyyat değil. Bu deməkdir ki, süni intellektin fəlsəfəsi süni intellekti intellektlə müqayisə edir və bizim fərqimizi görür. Biz mürəkkəb bir reallıq, insan, süni intellektdən daha çetin reallığıq. Bizi dərk etmək elə də asan məsələ deyil. Hələ biz deyə bilmərik ki, nəinki süni intellekti, biz özümüzü dərk etməmişik. Biz deyəndə tək bizdən söhbət gelmir. Dünya, insan özünü hələ də dərk etməyib. Bu necə deyirlər, çox belə bir mənalı reallıq deyil. İnsan çox belə çetin bir reallıqdır. Bilirsiniz, biz fikirləşməliyik ki, insan çoxlu sosial reallıq yaradır. Bir reallıq süni intellektlə bağlıdır. Biz başqa reallıqları insan yaradır. Onlar necə? Onları biz dərk edirik ya yox. Olur ki, yeniliyə hamı qapanırıq, amma başqa reallıqları diqqət vermirik. Bu təhlükəli şeylərdir. Bizə yalnız süni intellekt problemi deyil, başqa problemlər də kifayət qədər var. Onları da anlamaq lazım. İlham bəy, mən sosiologiya mövzusuna toxunmaq istəyirəm. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində bu günlər sosioloqları düşündürən çox ciddi məsələlər var. Amma siz həm də bir sosioloqsuz, alimsiniz. Azərbaycanda sosioloji tədqiqatlar varmı və yaxud varsa da hansı səviyyədədir? Yaxşı sualdır. Mən kifayət qədər yazmışam. Fəlsəfə və sosiologiya arasında toqquşmalar necə olmalıdır, işlər necə aparılmalıdır. Bilirsiniz, bir vaxt hesab olunurdu ki, sosioloji sorğu bütün məlumatı verir cəmiyyətdən. Bu yanlış fikirdir. Ona görə ki, sosioloji sorğu yalnız kimin arasında o keçirilib, onun da məlumatını verir. İnsanı, cəmiyyətini o qədər də açmır. Sosioloji sorğuları təhlil etmək lazımdır. Təhlil də yalnız fəlsəfənin birliyi ilə olmalıdır. Bu deməkdir ki, biz çalışmalıyıq ki, sosiologiyanı və fəlsəfəni müəyyən mənada birləşdirək. Disiplin arası tədqiqatlar aparılmalıdır fəlsəfə və sosiologiya arasında. Onda aydın görünür ki, sosioloji sorğular, məlumatlar, sosial medialar yalnız bir imkan yaradır ki, fəlsəfə cəmiyyətini dərk etsin. Belə çıxır ki, sosioloji işləri niyə aparırıq? Cəmiyyətimizi dərk edək. Cəmiyyəti də dərk etmək üçün fəlsəfə və sosiologiya birgə işlər aparılmalıdır. İndi bizdə nə aparılırıq? Bilirsiniz, bu disiplinar fərqlər elə çoxdur ki, İnsan, alimlər, başqa alimləri o qədər də yaxşı tanımırlar, bilmirlər və s. Hətta olur ki, özlərini tanımırlar. Bu deməkdir ki, fəlsəfə və sosiologiyanın birləşməsi bir institut içində imkan yaradır ki, filosoflar və sosioloqlar cavab versinlər. Bizim cəmiyyətimizi biz necə başa düşürük və necə dərk edirik. İkinci məqam, mədəniyyət anlamı. Bizim mədəniyyətimiz necədir? Onu sosioloji köməyi ilə dərk edə bilərik? Aydındır ki, yox. Amma fəlsəfə və sosiologiya cütlüyündə aydındır ki, mədəniyyətimiz daha dəqiq bunu anlaya bilərik. Belə çıxır ki, bu işlər həm çətindir, həm şərəflidir, həm lazımlıdır. Və axır vaxtlarda da desəm, bu bir neçə il təşkil edir. Biz çalışırıq ki, fəlsəfi və sosioloji işlərin toqquşması ilə məşğul olaq, biliklərin toqquşması ilə. Bilirsiniz, bir alimimiz yazır məqalə, gənclərin, misal üçün, hansısa problemə yanaşması, onu öyrənir və çap eləyir. Sual yaranır. Hətta biz deyirik ki, xarici tanınmış yaxşı jurnallarda çap eləsən yaxşıdır. Çap elədi, İngiltərədə ya İngilis dilində hardasa məqalə çap elədi. Biz çalışmalıyıq ki, onunla yanaşı, xarici tanınmış yaxşı jurnallarda çapla yanaşı, biz çalışaq ki, bu bilikləri cəmiyyətimizə çatdıraq. Bu cəmiyyət deyəndə böyük mənada həm sosial media, həm universitetlər, həm məktəblər və s. Biz çalışırıq. Misal üçün, bugün mən Azərbaycan Universitetin tələbələri ilə görüşdüm. 1 saatlıq bir məruzədə olmasa sual-cavab
apardım. Sonra bir ay var ki biz Pedagojik Universitetdə belə bir görüş keçirdik. Bizim dövlət prezidentin AMEA-nın 80 illiyində çıxışı ilə bağlı böyük bir dəyirmi masa keçirdik. Çalışırıq məktəblərdə neysə görüşlər keçirdək. TV-lərdə, yazılarımızda çalışırıq həmişə fəlsəfə necə deyirlər, həyatdan uzaq yox, həyatın içində olsun. Bu da bizim yolumuzdur ki, dərk etsinlər, bilsinlər, bizim işlərimiz təsir etsin. Əsas məsələ budur. Bu demək deyil ki, təsir yalnız elmlə alimlərə olmalıdır. Halbuki onlarla da görüşlər keçirdik. Əsas məsələ həm alimlərlə, həm bir-birimizlə, həm cəmiyyətin təşkilatları ilə, həm universitetlərlə, həmişə ünsiyyətdə olmalıdır fəlsəfə. Fəlsəfə ünsiyyət deməkdir. Sosiologiya da ünsiyyət məsələsi ilə bağlıdır. Belə çıxır ki, ünsiyyətlərimizi dərk etməliyik, həm fəlsəfə, həm sosioloji kontekstdə. Bu çox vacib məsələlərdir. Belə çıxır ki, fəlsəfə ilə həyatın özüdür. Həmçinin hələ sosiologiyada. Sosiologiya rəqəmlərlə bizə məlumat verir. Biz isə rəqəmləri çalışırıq dəqiqləşdirək, dillə, nitqlə ifadə edək. Bir şey mən sizə deyim. Birincisi, bu maraqlıdır. Bizə seminarlar, nəzəri seminarlar institutu keçirilir. Bilmirsiniz, nə qədər adam orada iştirak edir. İştirak etmək istəyir daha doğrusu. Universitetdən tələbə, alim, fəlsəfə doktoru, elmlər doktoru. Adamlar istəyirlər bizim seminarlarımızda çıxış etmək. Çox, bir-iki nəfərdən söhbət getmir. Bu deməkdir ki, ünsiyyət, fəlsəfi, sosioloji ünsiyyət adamları cəlb edir. Sonra mən sizə deyim, nə qədər adam istəyir ki, biz onlara rəy verək, onların kitablarını çap edək. Bizdə belə imkan bəlkə də heç yoxdur, başqa adamı kənardan onun kitabını çap edək, müzakirə edək. Amma istəyən çoxdur. Bu deməkdir ki, yolumuz müəyyən mənada düz seçilib. Mən görürüm ki, maraq çoxdur. TV-lərdə, radiolarda çıxışlarımız, reaksiya belə kifayət qədər çoxdur. Belə çıxır ki, lazımdır insanlara fəlsəfə, lazımdır sosiologiya. Təşəkkür edirəm İlham müəllim, dəvətimizi qəbul edib gəldiyiniz üçün. Çox sağ olun. Belə, hörmətli tamaşaçılar, bugünkü verilişimiz sona çatır. Qeyd edim ki, verilişimizin qonağı AMEA Fəlsəfə Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktor professor İlham Məmmədzadə idi. Sağ olun, növbəti görüşlərə qədər.